Salam mənim əzizlərim, davam eləyirik Qız bürcü ilə. 12-18 yanvar həftəsi Qız bürcünü nə gözləyir? Qeyd edim ki, həftəlik açılımdır. Bu həftə zahirdə çox gözəl, amma daxildə diqqət tələb edən enerjilər var. Bu kart sevindirici hadisə, xoş sözlər, komplimentlər, gözlənilməz dəvətləri göstərir. Sevgi həyatında qarşınızdakı insan sizə daha çox diqqət göstərə bilər. Xoş jestlər edə bilər. İlk baxışda hər şey çox müsbət görünür. Amma biraz ayıq olmağı çağırır. Bu kart deyir ki, hər deyilən tam səmimi olmaya bilər. Bu mütləq pis niyyət demək deyil, amma kimsə öz marağını ön planda tuta bilər. Sevgi həyatında sözlərlə deyil, davranışlarla dəyərləndirmək daha doğru olacaq. Güclü intuisiya, emosional dərinlik, daxili hisslərin ön plana çıxması deməkdir. Bu həftə sizin hissləriniz çox güclüdür, sizi düzgün istiqamətə yönəldir. Əgər bir mövzuda tərəddüd edirsinizsə, cavabı artıq içinizdə hiss edirsiniz. Karyera sahəsində bu kart işinizdə gözəl bir fürsət göstərə bilər. Amma iş mühitində hər kəsə dərhal güvənməməyi məsləhət görür. Yaradıcılıq, intuisiya, psixoloji anlayış tələb edən işlər sizi önə çıxarır. Maliyyə mövzusunda bu həftə dalğalanma ola bilər. Gözəl bir təklif cazibədar görünsə də detalları yaxşı oxumaq lazımdır. Pul qərarlarında hisslərinizlə yox, reallıqla balanslaşdırın. Ümumilikdə qızlar üçün bu həftə gözəl görünən fürsətlərin arxasını yoxlamaq, intuisiya ilə ağılı birləşdirmək, daxili səsə güvənmək, irəliləmək dövrüdür. Yəni, oturub nələrisə çox düşünməmək daha məqsədə uyğundur. Bu qədər mənim əzizlərim.